Azərbaycanlı jurnalist Xoşqədəm Hidayət qızı ilə ailəli olan Türkiyəli müğənni və aktyor Doğuş şəxsi həyatı ilə bağlı gündəmi silkələyəcək etiraflar edib. Doğuş bu barədə Türkiyə telekanallarının birinə danışıb. Publika Az, Mətbuat Aza istinadla xəbər verir ki, o vaxtilə ünsiyyətdə olduğu qadınlar və keçmişdə başına gələn hadisələrlə bağlı səmimi açıqlamalar verib. Sənətçi həyatının müxtəlif dövrlərində, ikitərəfli münasibətlərində ciddi səhvlərə yol verdiyini bildirib. O, sevdiyi qadınlara dəfələrlə xəyanət etdiyini deyərək, bunu həyatında iz buraxan ən böyük peşmanlıq adlandırıb. Doğuş həmin davranışların həm şəxsi münasibətlərinə, həm də emosional dünyasına ciddi təsir etdiyini açıqlayıb. Müğənni həmçinin keçmişdə yaşadığı çətinliklərdən və düzgün qərarlar verə bilmədiyi dövrlərdən danışıb. O, bugün daha fərqli düşündüyünü, ailə və münasibətlərə baxışının dəyişdiyini vurğulayıb. İnternetdə qalanda bir dəfə şalvarımı batırmışdım. Buna görə xadimə məni vəhşicəsinə döydü. Ülgüclə qolumu kəsdi. Bu qorxunc hadisədən sonra internetdən qaçdım. Doğuş belə deyib. Açıqlamalar sosial şəbəkələrdə də geniş müzakirə doğurub. Bir qism istifadəçilər onun səmimiyyətini alqışlasa da, bəziləri bu cür etirafların gecikmiş olduğunu bildiriblər.